Ha. Nəyə görə? Nəyə görə? Bütün dünyada hansı dildə deyirsən dinində, Askıranda sağlam ol deyirlər, İvriçə labrüt deyirlər və yaxud da başqa dillərdə Rusça budzdarov deyirlər. Hansı dildə istəyirsən məhz Askıranda deyirlər. Öskürəndə demirlər. Nəyə görə? Səbəb nədir? Askıranda askırı şeyden gelir da. İçeride boğulma da daha yerine çıkıyor. Hər yerdən. Ya, Her yerden dəxli, onun dəxli yoxdur. Niyə öskürəndə də eyni şeydir da, insan öskürür, möhkəm öskürür. Niyə heç kim demir sağlam ol? Nəyə görə heç kim demir nə şey? Ne diyorlar sana? Öskürə, indi qoy deyim sizə. Tamam. Alimlik lazım deyil. Toranı oxuyanda Torada hamısı yazılıbdır. Mən izah edeyim. Tora belə deyir. Deməli, birinci adam doğulandan, Tamam. birinci adam. Deməli, hardasa adam bilirsiniz ki, hazır çıxıbdır da, yəni Qadış Baruq onu hazır vəziyyətdə da, yəni ki, uşaq olub böyümübdür. Oldu mu? Adamdan sonra gələn insanlar, hər biri, böyüyüblər 20 yaşa qədər, 20 yaşa qədər nətər var, elə qalıblar. Yəni, istəyir 600 yaş olsun, istəyir 700 yaş olsun, həmişə 20 yaşlı kimi görünür. Nə vaxt ölübdür insanlar? Bir dənə tak askıran kimi ölüblər. Askıran kimi ölübdür insanlar. Deməli, adamdan 10 nəsil sonra Nuh gəlir, Nuhdan sonra 10 nəsil sonra Avram gəlir. Avram Avinu, deməli, görür ki, oğlu, Qadış Baruxu bunun oğlu İshakdır. Oğluna vəsiyyət eləməlidir və yaxud da bu eləməlidir, adı nədir? O qədər oğlu da bir-birinə oxşur, kopyadır. Hamının oğladı özünə oxşur da, kopyadır. İndi gedir məsəl üçün biri atasından borc alıbdır, gətirir oğluna qaytarır, deyir İshak, ala pulu qaytardım, deyir nə pul? Deyir səndən keçən həftə pul götürmədim, deyir yox məndən pul götürməmişsin, deyir deyəndə sən Avram dölsən yox mən İshakam. Belə görəndə Avram Avinu Qadış Baruxuya deyir ki, qocadan cavanın arasında, yaşlıdan cavanın arasında fərq elə. Qadış Baruxu deyir hansı fərq istəyirsən? Hansı fərq istəyirsən? Nətər fərq eləyir? Deyir, elə ki, qoca biraz cavan olsun, qoca biraz yaşlı olsun, saçı zadı biraz ağarsın, üzü zadı qırışsın, cavan da cavan qalsın. Qadış Baruxu deyir, birinci adam sən olacaqsan ki, qocalırsan. Ona görə Torada yazılır ki, Avram Zaken, yəni Avram qocaldı. Bir günün içində 100 neçəsə yaşı var, tık qocaldı. Qadış Baruxu birinci qocalan Avram olubdur. Xahiş edib Qadış Baruxudan ki, qocalıq şey olsun. Amma askırıq yenə davam edir. Askırırlar, ölürlər. Gəlir Yakov, yəni Avram abinin nəvəsi Yakov, 12 oğlunla İsrail, 12 oğluna bu vəsiyyət eləməlidir, İsrail torpağını tapşırmalıdır. Amma deyir ki, Qadış Baruxu, mən sabah həbs eləcəm, bilməyəcəm nə vaxt öləcəm, nə vaxt qalacam. Həbs elədim, ölüb gedəcəm mən. Bir dənə askırdım, çıxıb getdim. Mən nə vaxt bilim ki, uşaqlarıma vəsiyyət eləməliyəm. Qadış Baruxu deyir, nə istəyirsən? Deyir, heç olmasa elə ki, ölməmişdən qabaq, 3-4 gün qabaq, insan xəstələnsin. Xəstələndə yatağa düşəndə bilsin ki, öləcəkdir və vəsiyyətini eləsin. Deyir, yaxşı, birinci adam sən olacaqsan ki, xəstələnəcəksin. Ona görə Torada yazılır ki, Yakov xəstələnir, evladlarını çağırır başına, onlara dua eləyir və onlara deyiləndə onlar orada deyirlər, Şima İsrail, Aşem Elokeinu, Aşem Echad. Birinci dəfə orada deyirlər. Ondan sonra maskırır, canını tapşırır. Davam edir. Ta ki insanlar yenə xəstələnirlər, artıq belə olur. Xəstələnirlər, ölürlər. Birinci xəstəlikdən çıxan kim olubdu? Padşah Xizkiyahu. Padşah Xizkiyahu deməli. Xizkiyahunun deməli evlənməyibdi. Deməli Qadış Baruxu peyğəmbəri göndərir, amma çox
ağıllı padşah olur, çox güclü padşah olur. Elə bil ki, onun dövründə bütün Yahudi xalqı hamı Toranı oxuyur. 5 yaşlı uşaqdan soruş, Toranı bütün sahə əzbər danışır. Gəlir, Peyğəmbər deyir ki, sabah sən şey eləcəksən, xəstələnəcəksən və dünyanı dəyişəcəksən. Amma biləsən ki, sənin o biri dünyada yerin yoxdur. Soruşur ki, niyə? Mən bu qədər yaxşı işlər görmüşəm, bu qədər şeylər eləmişəm. Nətər mən o biri dünyada yerim yoxdur? Deyir ki, ona görə ki, sən evlənməmisən. Evlənməmisən. Əgər insan evlənməsə, o biri dünyada yeri yoxdur. Deyir, bilirsən nəyə görə evlənməmişəm? Mən çünki deyir, bilirəm ki, evlənsəm, yəni ki, bunda da, özündə də peyğəmbərlik olur. Bilirəm ki, evlənsəm, uşağım şey olacaqdır. Adı nədir? Pis yolu gedəcək. Yəni ki, bilirəm da, yəni burada peyğəmbərçilik var. Deyir, ona sənə dəxli yoxdur. Nətər olacaq o şey. Sən evlənməliydin. Xizkiya ona deyir ki, gəlmisən, belə eləyək. Sən qızını ver mənə, evlənim, bəlkə sənin elədiyin xidmətləri, sən peyğəmbər, mən padşah, bizim elədiyimiz xidmətlərə görə yaxşı uşağım olar bəlkə. Peyğəmbər gülür, deyir, mən Yaradandan buna şey gətirmişəm ki, sən sabah dünyavı dəyişirsən, bütün dəyişirsən dünyavı. Mən nə sənə qız vermək? Çıxır gedir. Xizkiya başlayır yalvarmağa Kadosh Baruxuya, başlayır dua eləməyə. Ağlayır, dua eləyir, deyir Kadosh Baruxu. Mən yəni bilə-bilə eləməmişəm, bunu yaxşı yol bir şey eləmişəm. Kadosh Baruxu həmin o peyğəmbərə şey göndərir, xəbər göndərir, deyir get, qızını ver ona. Deyir, mən nətər gedim? Gedim desə deyəcəklər ki, eşitdi ki, qızını ver ona görə. Deyir, dəxli yoxdur. Get qızını ver. Gəlir, qızını verir və yazılıbdır ki, Kadosh Baruxu birinci adam Xizkiya olur ki, xəstələndən sonra duasına görə sağaldır. Ona görə də Xizkiyadan sonra bütün xəstələnənlər sağalır. Və ondan sonra da bütün hər bir kəs, yəni uca sağala bilər, şey eləyə bilər deyənə, askıran adama sağlam ol deyirlər. Sözlü? Baruch Adonai le'olam amen ve amen.